medalı laureatı, Həvəsot folklor qrupunun yaradıcısı və rəhbəri pedaqoq Tərbiyə Şabanovanı dəvət edir. Ay, sorma, oraya kadar. Oraya kadar. Bir tane var olur. İllərdə ümummilli lider Heydər Əliyevin hər iki and-içmə mərasimində çıxış edən Əvəsor folklor xalq kollektivi Heydər Əliyevin xeyir duasını almışdı ki, Talış qızları, siz də qəşəng oynadınız. O illərdən xeyli keçdi. Demək, İlham Əliyevin ilk dəfə prezident seçildikdən sonra bizim rayonumuza səfəri oldu. Həmin görüşdə mən onun qarşısında çıxış elədim. O zaman nə qaz var idi kəndlərdə, nə işıq var idi. Dedim ki, İlham Əliyev, cənab prezident, mənim sizə bir arzum var. Siz nur mənbəyi olun. Bütün Azərbaycana işıq saçın. O vaxtdan xeyli illər keçir. Əvəsor daim öz işini, öz folklorunu zənginləşdirir, çıxışlar edir. Düzdür, mən də yaşada olmuşam indi. Bu günləri, bu xoş günlərdə bu tədbirin təşkilatçılarına, bu multikulturalizm mərkəzinin yaradıcılarına, eyni zamanda direktoruna təşəkkürümü bildirirəm. Və mənim üçün belə bir tədbirin keçirilməsi, azsaylı xalqların bir yerə yığılması mənim həyatımda ən ümdə bir gün oldu. Hamınıza təşəkkür edirəm, can sağlığı arzu edirəm. Əvəsor folklor kollektivinin musiqi tərtibatçısı Şadoğlan müəllimə öz təşəkkürümü bildirim. Eyni zamanda